Gəlin bu günləri iri ölçüdə qozlu rulet hazırlayaq. 1 kilo 400 qram unu ələkdən keçirdək. Üzərinə 3 ədəd yumurta, 200 qram əridilmiş kərə yağı, 600 ml ilıq süd, 1 stəkan şəkər tozu, 1 xörək qaşığı yarım quru maya əlavə edib xəmir yoğuraq. Xəmirin üzərini örtüb 1 saat isti bir yerdə mayalandıraq. İçilik üçün 400 qram qozu blenderdan keçirdək. Üzərinə 1 stəkan şəkər tozu, 2 çay qaşığı hil əlavə edib qarışdıraq. Mayalanmış xəmiri biraz yoğurub havasını alaq və 4 bərabər hissəyə kəsib kündələr edək. Hər kündəni düzbucaqlı formasında açıb, üzərinə içilikdən əlavə edib yayaq. Kənarlardan biraz məsafə saxlayın ki, içilik dağılmasın. Daha sonra rulet formasında burub kənarlarını birləşdirək. Üzərini örtüb 20 dəqiqədə gözlədək. Daha sonra iti bıçaqla üzərində kəsiklər edib və 1 ədəd yumurtanı da üzərinə çəkib 180 dərəcəli isidilmiş sobada yarım saata bişirək. Bu qədər dostlar, çox gözəl, yumşaq, iri ölçüdə düz 4 ədəd iri, çox ləzzətli ruletlər alındı. Mütləq siz də bu reseptlə hazırlayın. İzlədiyiniz üçün təşəkkür edirəm dostlar. Like edib kanalıma abunə olmağı da unutmayın ki, yeni videolarımı qaçırmayasınız. Hələlik.